həbsdə olan insanlar üçün bəzən amnistiyalar olur. Görərsən, əff olur. Əff odur ki, sən günahkarsan, səni nə elədilər? Bağışladılar. Bir də bəraət vermək var. Bəraət vermək var. Birinə bəraət veriləndə, onun o günləri ki yoxdur, ona nə eləyər? Həm silər, elə bir gen ki, bu türmədə olmuyor. Ne gözəldir. Bərat gecəsində bağışlanan insan var. Allah onun əməl dəftərindən silər ki, bu günah eləməyib. Mələklər görməz onu. Mələklər görməz onu. Bəzi insanlar kompensasiya da alarlar, bilirsiniz də bunu. Hətta mümkündür ki, o günah elədiyi dövrü ki var, Allah birdən onun tövbəsini qəbul eləsə, günahlarına bəraət versə, həm silər, həm oraya yazar? Savab, mükafat yazar. Elhamdülillah Rabbil Alemin. Allah bizi o gecədən qafil eyləmə.